uşaqlar. İndi də baxırıq telnetlə qoşulmağa. Birinci daxil olaq PC-yə, konfigurasiyalarını eləyək. 192.168.1.1 254 defaultu bildik. Yəni bildiyimiz kimi şəbəkəmiz budur. /24. Bizim şəbəkəmiz budur. Və daxil oluruq router'a və bunu belə dəyişən başınız qarışmasın. Okey, daxil oluruq router'a və burada no yazırıq. Enable configure terminal və dediyim kimi yazırıq interface gigabit ethernet 0 çünki gigabit 00 gigabit ethernet 00 qolunun interfeysinə daxil oluruq və dediyim kimi bunu belə uzun yazmayın. Int c00 yazın üçün no shutdown veririk portu yandırmaq üçün. Shutdown söndürməkdir. No shutdown yandırmaq. Yandırırıq, IP veririk. Və demişdik ki, IP-yə, yəni qoşulu olduğu şəbəkənin default gateway verilir də, daha doğrusu router'a. Router'a qoşulu olduğu şəbəkənin defaultu verilir. Yəni PC-də default nə verdi? 192.168.1.254. Biz də yazırıq 1.254, 255, 255, 255 düşdük. Yazırıq exit. İndi biz istəyirik ki, telnetlə qoşulanda, PC-də biz telneti açanda həm username olsun, həm də password tələb eləsin bizdən. Biz də yazırıq. Baxın, username ləman, password ləman. İndi bunu config modda özüm üçün elə belə yazdım, qoydum. Telnet quraşdırmaq istəyəndə, konfigurasiya eləmək istəyəndə biz yazırıq line BTI 0 login local. Login lokalı biz niyə yazırıq? Login lokalına görə yazırıq ki, yəni telnet, mən sənə qoşulanda sən məndən mənim sənə daxil elədiyim username-nə passwordu tələb elə. Login lokal bunun üçündür. Daha sonra yazırsınız transport input telnet. Düzdür. İndi daxil oluram PC1-ə. Baxın, görürsünüz, burada telnet işarəsi var. Telnetə daxil olduq. Bu hissədən bunu basıram, telnet seçirəm, yazıram 192.168.1.254. Bu PC hardakı telnetə qoşulur? R1-dəki telnetə qoşulur, düzdür? Ona görə R1-in IP-sini yazırıq. R1-ə də nə vermişdik? 192.168.1.254. Connect, gördünüz, username ləman, password istəyir. Ləman, gördünüz, router. Gəlin ping ataq. 192.168.1.254-ə. Yəni router'a ping atırıq. PC1-dən router 1-ə ping atırıq. Gördünüz, success rate is 100%, yəni 100%-dir. Yəni getdi, ping getdi. Okey. Bu telnetlə qoşulur.